Vaxtınız xeyir, dəyərli Qərb Xəbər TV izləyiciləri, Radio Qərb izləyiciləri. Sizləri salamlayırıq. Uzun bir aradan sonra yenidən biz efirimizdəyik, studiyamızdayıq. Bugün mənim Azərbaycanda və xüsusən Qərb bölgəmizdə, Qazaxda tanınmış bir ziyalımız, bir şairimiz mənim qonağımdır, Bəxtiyar Hidayət. Salamlayıram səni qardaş, xoş gəlmişsən. Uğurlar arzu edirəm fəaliyyətimizdə, davamlı olsun. Bəxtiyar bu yaxınlarda yəni bir neçə ay bundan qabaq 50 yaşını tamamladı, 50 yaşlıq yubileyi oldu və mən çoxdan planlaşdırırdım ki, əslində şairin bir 50 illik yubileyi ilə bağlı bir müsahibə götürək ondan, həm də bir yaradıcılığına bir baxış eləyək, keçmişdə bir baxış eləyək və həmən ərəfədə təəssüf ki, biz bunu əmələ gətirə bilmədik, amma qismət bu günəymiş, artıq baharın da nəfəsi duyulur və həyatda, cəmiyyətdə, toplumda, təbiətdə canlanma var. Şükür ki, bizdə də yavaş-yavaş fəaliyyətimizdə canlanma var. Yaralı Bəxtiyar, Bəxtiyar Hidayət. Necə müraciət edeyim sənə? Səncə hansısa? Hansını deyirsəniz? Bir şeirin var. Milyon ildir yol gəlirəm, tarixləri yara-yara. Qardaş, məndən soruşsan ki, var sinəndə hansı yara? Neçə min il bundan əvvəl Əhəməni şahıdara bir sütunda türk adını sildirəndə yaralandım. Bu, sənin niyə yaralandın, niyə yaralı Bəxtiyar oldun sualına bir cavabdırmı, yoxsa sadəcə bir tarixə bir baxışdır? Əslində o şeiri yazan vaxtı elə bilirdim ki, o suala bir cavabdır. Amma biraz yaşlaşdıqca, biraz tarixi dərindən bildikcə, biraz poeziyanı dərindən bildikcə görürsən ki, o şeir çox, belə deyək də, o sizin gözlədiyiniz cavabı əhatələndirə bilmir. Yəni, şeir özümündür, çoxlarının da xoşuna gəlib, amma yenə deyirəm, həm tarixi cəhətdən, həm poetik cəhətdən o şeir onu əhatələndirə bilmir. Onun da pafos mu çoxdur? Orada pafos çoxdur, həm də tarixi, xronoloji düzgün deyil. Yəni, elə şeir yazmaq olmaz da. Bir şeir ümumiyyətlə tarixi əhatə edə bilməz, bir şeirinə. Sabirdə var fəhmə, əslində o şeir Sabirin Fəxriyyə şeirindən təsirlənib yazılmış şeirdir, məncə elədir, çox uzun illər əvvəlin şeiridir. Məsələn, Sabirdə də Nadirə qədər gəlir, amma o çox gözəl bir yer var orada, deyir ki, Nadir istədi əlac etsin bu dərdə, onun da quru nəşini qoyduq quru yerdə. Elə əslində, bəlkə də Sabir şeiri düz orada tamamlayıb ki, bütün ümumiyyətlə bölgəmizin, ümumiyyətlə deyərdim, şərqin və ümumiyyətlə xüsusən də Azərbaycanın əsas faciələri Nadirin öldürülməsindən sonra başlayır. Sən bir yazımda da yazmışdın bunu, statusların birində yazmışdın. Ola bilər, bəli, yazmışam. Yəni, belə, o Sabirin Fəxriyyə şeirindən təsirlənərək yazılmış şeirdir. Məncə yenədir. Bəlkə də siz deyən kimidir ki, o yarın niyə o zaman adətən xüsusilə oturuşmayanda, yerinə oturuşmayanda bu yaralı və o suallar çox verilirdi, indi verilmir də, qəbul olunubdur söz. Onda suallar çox verilir, bəlkə də sualların çoxluğundan idi. Hətta bəlkə də vaxtı ilə ilin ən gənc, nətər idi o, ən yaxşı gənc şair belə, ora təqdim olunmuşdu, yaralı Bəxtiyar sözünə görə dedilər, ləqəbi dəyişməlisən. Mən də dəyişmədim, bəlkə də ona görə idi, bilmirəm, uzun illər bundan əvvəlin, mən də dəyişmədim. Amma sonra Bəxtiyar Hidayət, indi növbəti kitab, yenə yaralı Bəxtiyar. Yəni, bu şairlərdə olan şeydir. Məsələn, bir neçə ləqəblə Nəsimi Dədəvolov, Əbülqasım Nabati Dədəvolov, çox adamlarda olubdur. Həm də, yəni, bu biraz uzun çıxır, yəni, məsələn, təcnislərə yaralı Bəxtiyar yaxşı oturur adı. Qoşmaları, bu xalq ruhunda yazılan şeirlərə, amma bu sərbəst şeirlərə, xüsusən qafiyəsiz şeirlərdir və mənim nəsr yaradıcılığım da var da, bilirsiniz. Onlara yaralı bir də təsəvvür edin, yəni nəsr kitabın çıxıb, yaralı Bəxtiyar oturmur.
Ona görə də özüm böyük bir yükün altında, iki imzanın yükünün altında hiss edirəm. Yəni bu mənim nətər deyərlər, yekəxanalıq kimi çıxmasın. Bu mənim boynumda bir yükdür. Bəxtiyar, bu məqamda bir şey deyim sənə, sual yarandı məndə. Ümumiyyətlə, şairlik nədir, nətər hissdir? Bu, hardan yarandı səndə və nə vaxt hiss elədin ki, sən yaza bilirsən? Çünki məndə bir xeyli belə düşüncələrim var və çoxdan da əlimə bir şair keçmiş ki, bu məsələləri soruşam. Məsəl üçün, o yük dedin, şairlik hardasa ikili şəxsiyyətçilik demək, necə birdən məsəl üçün o vəh gəldi, söz gəldi, ya neylədi, ya məsələn, həm də müəllimsən də, bu müəllimlik, şairlik, bax, bunlar bir-birini tamamlayırmı, yoxsa şairlik bir başqa bir nəsnədirmi? Nədir bu şairlik? İlk öncə o müəllimlik, şairlik, yəni bunların ona cavab verim ki, bu biraz söhbətimizin qısa yeri olacaq. Yəni heç bir əlaqəsi yoxdur, nə bir-birini tamamlayır. Müəllimlik niyə şairliyi tamamlasın ki? Məsələn, mən deyərdim, tutaq ki, Tesla şair olsaydı, onun şairliğini heç o boyda alimliyi tamamlaya bilməzdi. Bu şairlik tamam ayrı bir şeydir, elə də belə deyək, daha belə bir böyük bir şey də deyil. Böyük bir şey də deyil. Qaldı ki, mən bayaq dedim sözümdə ki, adam təkmilləşdikcə dedim, yaşlaşdıqca. Məsələn, mən əvvəllər elə bilmişəm ki, uzun müddət həqiqətən elə bilmişəm ki, şairi ürəklə bağlıdır. Amma indi məlum olur ki, o da beyinlə bağlıdır. O beyin dalğaları var, alfa, beyin, 4 dalğa deyirlər. Alfa, beta, qamma biri yadımdan çıxıb da o sahənin adamı deyiləm, yəni oxuduqlarını deyirəm. Onunla bağlı bir şeydir. O ürəyin fəaliyyəti sadəcə qan vurmaqdır, beyinə qan vurmaqdır. Və o mən biraz hətta titrətdi, onu mən biləndə. Titrətdi ki, bu ürəklə bağlı deyilmiş. O bizim bütün elə bilə 50 illik həyatı təzdən yaşamaq kimi gəlirsən sənə ki, mən filan kəsin ürəyi təmizdir, ürəyi saf. Bunların hamısı sən demək ürəklə bağlı deyil, beyinlə bağlıdır. Hər şey düşüncədə başlayır. Bəli, hər şey düşüncədə başlayır. Və o maraqlıdır ki, şiir həm düşüncə məhsuludur, həm də hiss məhsuludur. Hiss də beyinlə bağlıdır, da ürəklə bağlıdır. Hissdə məncə ürəklə beynin vəhdəti var bəlkə də, hə? O da şairlərin çıxartmasıdır. Elm bunun hamısını beyinə bağlayır. Amma ki, ən IQ-su 150-nin üstündə olan insan istəsin ki, əgər o şairi istedadı yoxdursa, şeir yazsın, alması deyil. Amma gözümüzün qabağında həvəskar 3-cü sinif qutarmışdı, necə şeir yazır. Ona görə də bu sirri aça bilmirsən. Məsələn, üzr istəyirəm, dönədənə sözümü unutma. Bu, gərək ki, Vertraşın bir sözü var ki, qəlbən şair olmayan əsl riyaziyyatçı ola bilməz. İndi bu şairlikdə bu qafiyə hesablamalar, bu 11-lik, 8-lik, 4-lük, bu hesablamalar birdən belə bədahətən mi gəlir, yoxsa oraya riyaziyyəti qatırsınızmı? Yox, belə deyək də, artıq o bir də qulaq səsi deyilən bir şey var. Xüsusən bizim qərb bölgəsinin insanlarında, bizim də o genetik olaraq aşıq müzik. Mən tədris mövzusuna gələcəm orada. Aşıq müziqisi olduğuna görə o da parmaqla sayası deyilsin. O elə bil ki, elə bil siz riyaziyyatçıya deyirsiniz ki, vurma cədvəlini nətər əzbərlədim. O artıq onlar çox texnikinin elə deyək də A hərfi, T hərfidir onlar. Onlar çox xırda şeylərdir. O hecadır. Amma tutaq ki, biraz bəziyiflər ki, bu elə gəldi, yazdım. O nadir hallarda olur. Ya şeir ya ideya kimi gəlir. Ya bəzən birdən 1, 2, 3 bəndi gəlir. Amma bir hadisənin təsirindən gəlir də. O da var, bu da var, müşahidə də var, çoxdur. Çoxdur və necə deyim, hətta girə bilmədiyimiz yerlər var, tutaq ki. Baxırsan ki, orada bu işıqlar belə yanır, burada bir poeziya var, mənim poetik qüdrətim onu aça bilmir. Və bugün 21-ci əsrin şeiri bəlkə də onu açmaqdır. Onu açmaqdır ki,
Məsələn, deyim də, məsələn, yaxınlarda rast gəlmişəm, Yapon haykülərindəndir. Gör nə gözəl şiirdir. Deyir ki, anamı çaydan keçirirdim. Anamın yüngüllüyü belimi qırdı. Tam poeziya, tam. Bu artıq haykü məsələsi deyil. Bu yenə o his məsələsidir. Amma bilmirəm, o ürəyə bağlıdır, beynə bağlıdır. Biraz ürəyə bağlı. Yanğıdır da. Bəli, Yəni yanğıdır. anam o qədər zəifləyib ki, Bəli. yəni o hissləri belim qırılmış kimi yaşadım da Bəli. belə. Yanğıdır, biraz Amma ürəyə əslində bağlı. ağırlıq belədir. Hə də ağır, amma onun yüngüllüyü belir. Buna görə də bu poetizm, vaxtilə Aristotelin qoyduğu məsələdə birinci növbədə poetizm. Aristotel qoyduğu vaxtilə bu. Poetizm olmalıdır. Hətta o deyir ki, əgər bir şair maralı gözəl təsvir eləyib, düyə maralı, amma ona buynuz qoyubsa, indi düzdür, Aristoteldə o dövrdə soyuq yerin maralları var ki, dişisində də buynuz var, o da bilməyib. Amma ona buynuzu təsvir edirsə, o artıq bəlkə də biologiyanın səhvidir, o şeir güclüdürsə, poetik cəhətdən, ritmik cəhətdən yaxşıdırsa, güclüdürsə. Təxminən gülün gözəlliyində tikan məsələsi. Bəli. O tikanı da gül kimi verirsə, bu tamam ayrı bir şeydir. Məsələn, bəx Yaponlardan dedik də, onlarda hətta nə təridir? Bu hokkilərdə deyirlər, tankalarda deyirlər də belə. Onlarda hətta onların əlifbasında o şeyin dediyi nəsnənin şəklini çəkirlər. Bir fərq də, şərt də oldu. Məsələn, tutaq ki, mən bayaq dediyim kimi tutaq ki, o anasını çaydan keçirən insan o şeir yazılıbsa və o Yapon əlifbasında onun şəklini də çəkirlər. Ya orada bir çay şəkli çəkilir, ya bir qoca ana şəkli, əlifbanın sözlərlə. Və hətta indi onun o Yapon üçün gör nə qədər gözəldir da, o bizə hətta tərcüməsi gəlib bizə gözəl görsənir, amma o Yapon üçün gör orijinalda gör nə qədər gözəldir. Və elə bir dənə də problem odur ki, xüsusən Azərbaycan şeirinin bir dənə də problem odur ki, bizim orijinalımız nə qədər güclüdürsə, tərcüməmiz o qədər zəifdir, bəlidir. Yox, mümkün deyil onu tərcümə eləyəsən. Artıq, məsələn, tutaq ki, tədinsi necə tərcümə eləyərsən? Türkiyə türkçəsinə tərcümə eləmək mümkün deyil. Ya qoşmanı bərk eləmək olar. Mümkün deyil. Nə qədər koloriti öz dilimizdə vermişik, başqa dilə tərcümə mümkün deyil. Ona görə də mən məsələn, o barədə düşünmüşəm ki, o Yapon hokkiləri üslubundakı şeirlər mən dünyaya çıxardacaq olar. Amma baxın, orada nə dilin koloriti var, nə dilin gözəlliyi var, nə sazın ritmi var. Amma mən sabah məcburam onu etməyə. Düşüncə var da, fəlsəfə var. Fəlsəfə, düşüncə və fəlsəfə də deməzdim. Şəkil var, bir anların şəkilləri var. Sözlə çəkilmiş. Bəli, sözlə çəkilmiş şəkillər var. Məncə müasir dövrün ümumiyyətlə dövr şeiri tələb eləyə bilməz, bu biraz absurd çıxır, amma məncə müasir dövrün xüsusən internet əsridir, chat GPT əsridir. O ruhda yazılsa hamı bir təhər biləcərdən o tərəfə çıxa bilər. Yəni ədəbiyyatın da qloballaşması üçün deyirsən ki, bu məsələlər... Ədəbiyyatın tam deməzdim, şeirin. Amma indi nəsri elə tərcümə elə olmaz da. Şeirin o xırda formalar var da, məsələn. O gün məndə vardı, qəfil ürəyim tutdu, vəfalı saatin nəbzimi yoxladı. Yəni, bu tip. Əslində hamının qolunda saat var, amma bilmirsən ki, nə vaxtsa. Bu həm də sənin nəbzin yoxdur. Bunlarla dünyaya çıxmaq olar, təzinclərlə yox. Mən durub burada öz təzinclərimi tərifləyərəm, amma ədəbiyyat həm də bir dünya arenası deməkdir. Biz orada yoxuq. Onu mən bilirəm və onu da bilirəm ki, özün tərifləmə olmasın, mən təzinclərimin dəyərini də bilirəm, ədəbiyyatda yerini də bilirəm, amma onu da bilirəm ki, bu təzinclər Azərbaycanın qırağa çıxası deyil. Heç Türk dünyasına çıxası deyil. İndi şair məsələnin yaradıcılığını çox izləyən adam kimi deyirəm də, belə bu axıcılıqla, qoşmalarla başladın, sonra deyək ki, bir ara
tam sərbəstə keçdin. Hətta biz sən sərbəstə keçəndə bu Elxan doktorun məşhur bir zarafatı var. Dostumuz Elxan doktorun o salam olsun buradan şair rəhmətli həvəskarla bir atışması olur. Həvəskar deyir, orada qafiyəm var, deyir, mən yaxşı eləm, mən Mayakovskiyəm, sərbəst yazıram. Mənim yanımda olmuşdur. Gülürdük ki, indi Bəxtiyar da təzə Mayakovskiliyə keçib. Sonra qayıtdın təzinsə. Yəni təzinizdə amma kifayət qədər elə bil özünə də xoş gəldi bu gəraylı təziniz. Bayaq bir şey dedin. Bax, məsəl üçün, sanki sənin şeirlərin, təzinizlərin, ümumiyyətlə bu Azərbaycan ədəbiyyatında həm də bu Məmməd İlqar da var da bu təzinizlərdə şeydə. Can sağlığı olsun. Şap deyə sazı otururlar. Elə bil ki, sanki siz bunu, mən onu bilmək istəyirəm. Yəni, bax, şair olaraq da bunu bir şeyi yazanda bir saz musiqisi gözünüzün önündən mi gəlir, yoxsa sadəcə genetik bir şeydir? O genetikdir. Üstə gəl bir sirri də açım ki, mən uzun müddət təziniz yazandan sonra yəni, mən o sazı o qədər bilmirəm ki. Uzun müddətdən sonra bilmişəm ki, təzinsin havası hansıdır. Təziniz havası var sazda. Mən onu haradasa 2 il bundan əvvəl bilmişəm. Yəni sazdan mən o qədər bilmirəm. Bu genetikdir. Mən də saz öyrənmək istəmişəm, heç ümumiyyətlə yaxın getməmişəm. Bircə 2 yuxarı bir aşağı deyilən o dübeyti də var da, bircə onu öyrənə bilmişəm. Vəssalam, mən sazdan duyuram, sazı duyuram, amma onun bir yəni sıfır qədərdir bilgilərim o sahədə. Havaların adını bilirəm, amma ki da bu saz ifa etmək dərəcəsində deyirəm, sıfır dərəcədədir o bilgilərim. Eyni zamanda da uzun müddət təziniz yazan adam, təxminən 2 il bundan əvvəl bilmişəm ki, bilirdim təziniz havası var, amma ayrıca bu təziniz havasıdır deyə onu təzə bilmişəm. Mən o hava ilə yazmamışam təzinizləri. Təzinizləri də haradasa qoşmanın havasını yazmışam. Təzinisi o təziniz havasının təsirindən heç vaxt bilməmişəm, heç havanı bilməmişəm. Amma son dövrdə maşallah olsun böyük bir təziniz bancı yarattım, belə deyək. Mən dedim ki, ondan canımı qutarım, ona görə kitabı tezləşdirdim ki, bəlkə hamısını bir yerə yığım təzinizdən. Amma alınır səndə? Alınır, nətər deyim, öz-özünə da. O sir, bir dəfə haradasa demişdim ki, fokusyorların bir gün sirri açılar. Amma bu şairlərin sirri açılası deyil də. Bu necə olur, onu özümüz də bilmirik biz. Bəlkə də açılsa yaza bilmək. Bugün görürsən internet süni zəka şeir yaza bilir. Amma ki o deyil də. O deyil, yox, mümkün deyil, o olur. İndi bax bu məsələ var da, bax dedim ki, mən çox sonralar bildim ki, şeir düşüncə məhsuludur, o alfa, beta, gamma bu şeyləri dedin. Amma məncə ona o şirinlik qatan da biraz ürəkdir axı. Bilirəm, ürəkdir. Amma ki, yenə deyirəm də, bu hisslərdir, ayrıca bir müşahidə, sənin gördüyün müşahidə, mənim gördüyüm müşahidə kimi deyil. Yəni, fərqli bir müşahidə. Məsələn, onunla çox qəribədir ki, tutaq ki, 1000 dəfə görürsən, birində tutursan. Məsələn, yenə o xırda şeylərin birində adicə bir şeydir, hamı görür. Mən də 1000 dəfə, bəlkə 10.000 dəfə görmüşəm, zibil yeşiyinin yanında işıq dirəyi. Onu yazmışdım ki, adicə bir şeydir, şəkildir, zibil yeşiyinin yanında işıq dirəyi. Həmişə belədir, işıq gələn yeri zibilləyirik. Bax, bir də şair, bir məsələni deyim sənə. Çox gəncli illərimdə, hələ səni bəlkə də şəxs tanımırdım. Kimsə sənin haqqında bir yazı oxumuşdum. Orada mətbuatda, bəlkə tələbəli illərimdir. Bizim də Laçın vaxtlarımız idi. Bir ayrılıq şeirim var idi. Aradan 6 il keçibdir. Gülüm, hələ üstüm başım, idimə düşmür. Yadımdan heç zaman çıxmadı, onun üçün yadıma düşdüyün yadıma düşmür. Fikirləşirdim ki, Allah, bu sözü nətər oynadıbsan. Sən hətta bir sir açım. Cavanlığımda bir evdəkilərin qulağından uzaq sevdiyim bir qız vardı, götürdüm bu şeiri yazdım ki, yadımdan heç zaman çıxmadı, onun üçün yadıma düşdüyün yadıma düşmür. Bu da çox xoşuna gəldi bunun. Elə bildi ki, özüm yazmışam da mən də üstünü vurmadım, patladı getdi o çocuklar duymasın da dediyi kimi. Sonra bax bu
ədəbiyyatda, ümumiyyətlə şeirdə bu gözəlliyin, qadın məhəbbətinin rolu nə qədərdir? Ya da o da bu da ona düşüncə verir, bunun ürək verir belə. Yəqin ki, mən bəli, çox biraz ürəyin haqqına girdim. Hə. Çox rasional başladıq. Hə, ürəyin haqqına girdim. İstər-istəməz ədəbiyyatın istəyər Freyddən misal gətirək, istər Aristoteldən misal gətirək də ədəbiyyatla bağlı ilk şeirlər o mövzuda olur. İlk şeirlər o məhəbbət mövzusunda, gözəllik mövzusunda ilk şeirlər o mövzuda olur. O dövrdə də mən o şeiri yazmışdım. Deməli, o da o ani bir hiss idi. Bu 6 il həqiqətən, 6 ildən sonra gördüyüm insan üçün, xanım üçün yazmışdım. İlk məhəbbətin idi. Bəli, bəli. Evdən bilirlər, öydən bilirlər. Hə, bilirlər mən. Hə. Amma həqiqətən çox gözəl oynatmışam da sözü. Yadımdan heç zaman çıxmadı. Çox möhtəşəmdir bəli. Şeirin özü də möhtəşəmdir. Məsələn, orada yer var. Sənin mənə də arvadlar hələ qızaqda qoy, o şeiri bəlkə oxuyasan elə. Sən mi oxuyursan, mən mi oxuyum? Ya da bərabər oxuyaq istəyirsən. Mən deyə oxuyum bəlkə sənin yadına düşər. Çox möhtəşəm şeirdir əslində qalanda. Orada ondan da yaxşı bənzətmələr. Aradan 6 il ötübdü gülüm, hələ üstüm başım idimə düşmür. Yadımdan heç zaman çıxmadığın üçün yadıma düşdüyün yadıma düşmür. Nazınla oynamaq necə xoş imiş, könlüm oyun gəzir, naz gəzir hələ. Sənin uşağını gəzir nənəsi, mənəsə arvadlar qız gəzir hələ. Məni biraz da çox xatırlayaydın, olaydı ömrünə, ömrüm əlavə. Sənin qucağında ikinci uşaq, mən sevə bilmirəm ikinci dəfə. Çox möhtəşəmsən, Allah. Elə sızıldayır indi göz yaşım, ətdən yağ daman tək közün üstünə. Bu da çox əsr Qazaq sayağı bənzətmədə. Nəzilmiş qaşların sərhədə dönüb yol tapa bilmirəm gözüm üstünə. Qalmışam seyrinə, amma görənlər mənə çox görəcək bu seyri hayf. Tellərin bir şeirin sətirləri idi, ixtisar etmişəm o şeiri hayf. Görüb qan ağlayır bu bağça, bu bağ. Görsə gül açardı viranlıq bizi. Xalatın sehirli xalata dönə apara keçmişə bir anlıq bizi. Həm də təsvir var da o. Çox gözəl. Saçını kəstirib xalatında. Daha qaçanmaram, necə qaçım ki, bir ucu qəbrinə bağlı kədərdən. Qəbrimə. Hə, daha qaçanmaram, necə qaçım ki, bir ucu qəbrimə bağlı kədərdən, üzüyün sehirli üzüyə dönə səni gizlədəydi təhlükələrdən. Aradan 6 il ötübdü gülüm. Hələ üstüm başım idimə düşür. Düşmür. Düşür gedib. Burada bu kitabda xeyli qrammatik şeylər var. Aradan 6 il ötübdü gülüm. Hələ üstüm başım idimə düşmür. Yadımdan heç zaman çıxmadığın üçün yadıma düşdüyü yadıma düşmür. Amma bu şeirlə bağlı bir xatirədə deyim. Vaxtımız var da yəni. Təbii. Vaxt bugün sənindir. O zaman burada Barat Vüsalın belə deyək, təkidindən mən də sənədləri yaz səbinə vermişdim. Hardasa 98-99 olardı. Ora gedəndə deməli Qabil, Fikrət Qoca bunların qəbuluna getdim. Dedilər ən yaxşı şeirin hansıdır. Mən bir bu şeiri oxudum. Bir də təsadüfən orada Yastıq şeiri var. Yastıq. Ana Yastıq demə mənim adıma. Hə. Və təsadüfən hər iki şeirdə o idim sözü gəldi, çıxdı. Aha. Dedilər bu idim nədir? Ha, yox, onun üstündən mübahisə elədim. Bəlkə deyil, o idim sözünə görə mən dedim, daha mən bura üzv olmuram. Dilin sözü... Razı olmadı, məsələn. Axırı rəhmətlik Abbas Abdullah gəldi, ora çıxdı. O da israr elədi ki, bu çox gözəldir. Bu söz çox gözəldir. Ha, elə də mübahisə bax, elə qaldı o idim sözünə görə. İdimim onların xoşuna gəlmədi. Yəni ki, ondan sonra da heç tamamilə imtina elədim. Yəni, bilirsiniz nə düşsün üstün başım, düşsün idimə, ana Yastıq demə mənim adım. Tapdım. Sən bana... Üçüncü səhifədir. Sən bana... Bu xəstə könlümü xəstəmi qoyum, ömrümü gülümü yastamı qoyum, başımı qaz tükü üstəmi qoyum, qoy gedim sığınım daş əcdadıma, ana Yastıq tikmə mənim adıma.
Sən özün oxu da. Tam oxu, idim sözü var. Hə, bax axırda. Daha çalanmaram dərdimə çəpik, gözümü qan tutsun barmağın tətik. Sən mənə kəfən piç, qoltuq altı tik. Düşsün üstün başım, düşsün idimə, ana yastıq demə mənim adıma. Bax bu hər iki şeirdə idim sözü. Ben onu... Yani, arxaik söz bulurlar bunu ya necə? Yəni? Qabil dedi ki, ümumiyyətlə bu şeirə keçmir, bu belə şeirdir. Mən də dedim daha yüzü olmaq istəmirəm. Abbas Abdullah da gəldi dedi, bu gözəl şeirdir. Ona görə, onların bahsiyəliyənə qədər mən çıxdım, getdim artıq daha. Çıxdım, getdim, heç baxdım ki, mənim yerim deyil orada. Bir şey deyim, yenə də sənin yarazığında bir şeirin var, sər-sər vərəqlədim kitablarını. Ümumiyyətlə, bu şairlərin yarazığında bu dərd nədir? Ümumiyyətlə, şair, indi qoy mən də bu şairlərin belə deyirsən, yazıçılar birliyinin bəyənmədiyi bir söz deyim. Bu niyə şairlər dərdəcər olurlar? Bizim bu ləhcəmizdə bir söz var, bəlkə də arxaika keçir. Yazın, deyirsən ki, bu dərd mənim taleyimdir, yazımdır, bu dərd mənim baharımdır, yazımdır. Dərdin alım, dərdi mənə çox görmə. Belə bir rədifli şeirim var. Ümumiyyətlə, xeyli şairlər, məsəl üçün, elə bayaq adını çəkdim, Barat Vüsalın bir sözü var, dərddən yazmayanda yazma şairim, həyatda mümkündür, hər vaxt güləsən. Yəni, hamı bu niyə dərd? Şairlər ümumiyyətlə dərdi özlərinə belə bir faciə yaradıb ondan şeir mi yazırlar? Nədir, bax, bu niyə belə? Səndə də var bu dərd. Bu baxış bucağımı dərdli baxmaqdır. O yəqin ki, mənim o dövrdə, mən onu yazanda neçə o şeir yazanda deyim ki, 23 yaşındır. Onda daha çox, dərdi olmayan vaxt özümüzü daha çox dərdli sayırdıq. Onda bəlkə də mövzu tapmırdıq. Belə mövzumuz ölüm idi. Amma indi məsələn həyatda qayğılar, dərdlər olur. Dərdlər indi artıqdır. Mən indi az yazıram. İndi dərddən yazmısan. Az yazıram, bəli. Amma o biraz şairin müdrik görünmək istəyir. Ola bilər. Amma tərəfdar deyiləm. Bir də var xalqın dərdini yazırsan. Bir də var əsas da mən o sirri kimi deyim, anılmamaq dərdidir. Sən baxırsan ki, bir belə yazmışsan, amma heç kimin vecinə deyilsən. Onun özü dərddir insana. O nətərdir? Qanmaq dərdidir. Ən böyük dərdi odur, qanmaq dərdi. Sən baxırsan ki, bir belə bildiyin yerdə bilgisiz bir adam səni qanmaz sayır. Bir adam yox, 1000 adam. Arzusu məsləhət vermək istəyir, yol göstərmək istəyir. Xüsusən bizim regionumuzda. Bir o qalıb ki, gəlsinlər, desinlər ki, bu şeiri də belə yazın. Bəlkə bu Mevlana'nın məşhur bir sözü var, rastına çıxmış olar, deyir ki, sən nə danışmağından, nə deməyindən asılı olmalaraq, insanlar səni öz anlayacaqları qədər qəbul edirlər. Bəlkə də o cahilliyin bir əlamətidir, qarşıdakı tərəf özünü kamil adam sayır, ya alim sayır. Məsələn, hətta bilirsənmi, bizim bir dərdimiz dediyin kimi, məsələn, tarixçiyə hamı deyir ki, adam deyir, mən tarixçiyəm, sən həm də tarixçisən də. Adam deyir, mən tarixçiyəm, deyir, yox, mən tarixlə maraqlanan adamam, sən bunu düz demirsən. Amma sən bunu oxuyubsan, bunun tədrisini keçirsən, amma deyirlər ki, yox, mən maraqlanmışam. Buradan salam verirəm, Samir müəllim bizim hoca. Bizim tarix barədə söhbət edir, bir tanış adam gəldi, mənim tanışım idi. Bizdən də yaşlanmıyor, oturduq. Albaniya mövzusuydu da bizimki. Mən Samir müəllimdən öyrənmək istəyirdim. İndi mən orta məktəb səviyyəsində bilirəm da, dərinlikləri o yaxşı bilir. Kişi qoydu ki, yox, siz onu bilməzsiniz. Və mən belə şeyləri çox görmüşəm. Samir müəllim elə bir 2 dəfədir görür. Da belə bir heyrətləndi ki, yəni bu, indi özünü bir qırağa qoydu ki, yəni Bəxtiyar müəllim, neçə ilin müəllimidir, ona deyirsən bilməzsən. Mən də bir şair elədim ki, üstünə çox getmədi. Ay başladı ki, yox, bilsən nə bilirsən? Belə dedi ki, babam belə deyirdi. Vay, yola vermək lazımdır da, bu cəmiyyətin bir üzvüyük. Yola vermək lazımdır. Yola verməyən, hamıyla da mübahisə etmək olmaz. Yola vermək lazımdır, çıxsın, geçsin. Yaxşı, sən çox bilirsən, ona itirdin, mən nə qazandım. Və yaxud mən nə itirdim, o nə qazandım. Olsun belə şeylər. Məsələn, ədəbiyyatımızda xüsusən
klassik ədəbiyyatımızdan bu yana səni təsirləndirən hansı klassikimizdir, hansı böyük şairimizdən çox, yəni Nəsimidir, Nizamidir, Füzulidir, Sabirdir, kimlərdir bunlar yəni də? Mən birinci təsirləndirən Dədə Qorquddur. Çox, o xüsusən onun orijinalını oxuyanda mən deyim. Çox inkişaf eləyirəm. Həm köyrəlirəm, həm dil öyrənirəm. Bundan sonra desəm pis çıxmaz, amma deyim də məni aşıq ədəbiyyatı, dastanlar, yazılı ədəbiyyatdan daha çox təsirləndirir. Və o özü son vaxtlar, əvvəllər çox oxumuşam. Füzulini də, Nəsimini də, Nizamini də. Amma tutaq ki, Qurbani Abbas Tufarqanlı, Xəstə Qasım, o da dillərinə görə. Daha xərqidirlər mən. Bəli. Həm də dillərinə görə də. Mənim dilim odur. Füzulinin bizim dildə yazdığı, Nəsiminin bizim dildə yazdığı. Adizə Vaqifdə fərq elədi. Məsələn, qoşmalarının dilinə bax, qəzəllərinin dilinə bax. Ümumiyyətlə, bizi biz eləyən elə o məktəfdir. Miskin Abdal, Qurbani, Tufarqanlı, Xəstə Qasım. Bizim dilimiz, bugünkü dilimiz o məktəfdir. Xalqın dili, bir də sarayın dili var da orada. Bəli, o məktəfdir və o məktəf gəldi. Böyük mübahisə füyuzatçılarla Molla Nəsrəddinçilərin axırda belə deyək də, Molla Nəsrəddinçilər dil məsələsində sonra da Sovet hökumətinin vaxtında bunlar qalib gəldi və bizim dilimiz o dildir. Təsəvvür edin, füyuzatın dilini tərcüməsiz başa düşmək olmuyor bugün. Ona görə də bax, məni ən çox təsirləndirən həmin məktəfdir. Dədə Qorqud, oradan sonra adını bilmirəm, niyə şifahi deyirlər. O qədər də şifahi deyil, bu da yazılıbdır. Nə vaxtsa bunlar da yazılıbdır. Əslində bunlar daşa yazılıbdır. Bu yazılanların çoxu gəlib çatmayıbdır. Nəinki yaddaşlardan gələnlər gəlib çatıbdır. O məktəf, mənə ən çox o məktəf. Bəli, orada indi biraz yekəxanalıq çıxar ki, bu Füzulini bəyənmirmi, Nizamini bəyənmirmi, amma yox, o dil məsələsində bəli, mən Miskin Abdallı. Hələ ondan əvvəl 13-cü əsrdə bir Molla Qasım Şirvani olub, Yunus Əmrə ilə bərabər. Yunus Əmrə ona müəllim deyib. Mən onu niyə sevməyim ki? Niyə bunu axtarmayım ki? Özü də təcnis yazır. Mən elə bilirdim əvvəlcə ilk təcnisi Miskin Abdal yazır. Sən demə 13-cü əsr Molla Qasım Şirvani var. Salman Mümtazın araşdırmalarında itiriflər, batırıflar yoxdur. O tərəfə geçsək, yəni biraz coğrafiyamızı genişləndirsək, Yunus Əmrə dilidir. Sonraki Qaraca olan dilidir. Bu dildir. Bugün də biz bunda yazırıq. Daha nə bilim, o Qönçəyi, Xəndan, nə bilim, nə bunlar anamızın dilində yoxdur axı bunlar. Ona görə də o məktəbi mən daha üstün tuturam. Yadımda da bu qəzəllərdə biz ədəbiyyatı orta məktəbdə oxuyanda bizim Sovet təhsilində sən də xatırlayarsan, bir ədəbiyyat müntəxabatı deyə bir kitab vardı. Daha geniş verirdilər orada. O qəzəllərin çoxsunun altında üstünə 1-2 qoyurdular, sözlərin tərcüməsini yazırdılar. Əslində, yəni mənim öz dilimi, öz tərcüməmlə, öz ədəbiyyatımı, öz tərcüməmlə oxumaq dediyinə qatılıram. Xeyli böyük şey var, yəni həqiqət var ki, xalqın dilində yazılan ədəbiyyat daha sevimli olur, daha sevəcən olur da. Şair, bir şey deyim, bax, dillə bağlı dedin, çox gözəl nəsrlərim var idi. Hətta bir hekayələrin birində də məni də bir obraz seçmişdim. Məhər Türk Ocaq. VIP Mollada. VIP Mollada. Bu sonradan nəsrdən tamamən elə bir ki, sanki qaçdım, görünür, təcnisə gəldim. Təcnislər imkan vermir. Təcnis imkan vermir. Yoxsa nəsrdə, necə deyim, oxucunun problemi var idi. Ya hətta şeirin manevr imkanımız çoxdur. Vallahi mən onları düşünmürəm ki, birdən gəlir. Mənim əhatəyə dair oxuyan çox olsun. İndi düşünürəm, niyə ki? Amma ki, həm də düşünmürəm. Amma sən düşünməyən zamanların vardı. Məsələn, sosial şəbəkədə yox idin, istifadə eləmirdin, filan eləmirdin. Amma
İndi sosial şəbəkədə olandan sənin şeirlərin daha tez oxunur. Hə, ona görə də aşıqların bəli, repertuarına salınıb. Baxırsan ki, heç məsəl üçün Bəxtiyarı tanımayan adam götürür onun şeirini paylaşır filan edir. Yəni O da əslində dövrün imkanlarından faydalanmaq lazımdır. Amma ki, yəqin ki, nə vaxtsa qaydaram, həqiqətən də iddiam var orada mənim ki, mən çox o hekayələr bir çox yaxşı alınırdı səndə. Yenə də yazaram yəqin ki, harasa 100-ə qədər olar məncə. Tədrinslər imkan vermədi. Və bir şey də deyim ki, həqiqətən də insanın o deyir, şeir gəldi, yazdım, amma yox, böyük bir enerji aparır insan və o elə bil ki, yaxın gedə bilmirəm, 6 ildir mən bu tədrinsləri davamlı yazandan sonra nəsrə yaxın gedə bilməmişim. Heç bir cümlə də yaza bilməmişim. Hə, hiss olunur, yəni olanda var idi, görüldüm ki. Mən o eyni vaxtda 2 roman yazırdım, təsəvvür edin. Hamısını dayandırdım. Hamısı tədrinslərə qurban getdi. İndi bir şey deyim. Bu yaxından bir qarşıma rəhmətli Ustad Aşıq Ədalətin bir müsahibəsi çıxdı. Orada deyir ki, saz nədir sizcə? Jurnalist soruşur bundan. Orada deyir ki, saz duadır. Mənə görə saz duadır filandır. İndi sənə görə bax bu şeir nədir? İnanırsınız, onu da bilmirəm, şeir nədir. Nə tərdimi, əlindən qaça bilmədiyim bir yaxınlıqdır, bir doğmalıqdır. İndi mən burada bəzəyə bilərəm, mənim üçün də şeir duadır, həyat tərzidir, xeyli elə deyil. Yox, sizindən gələni bir bəzəmək istəmir. Mən də sizin kimi uşağımın gələcəyini düşünən, ailəmi düşünən, nə bilim, toyuğumun dəni qutarıb onu düşünən, belə adi bir insanım da mən də. Amma həm də şeir var da həyatımda. Ondan da mən məsələ pis çıxmasın, deyir, heç əl çəksə də motor əl çəkmir. Mən əl çəkə bilmirəm, ya o məndən əl çəkir, onu da bilmirəm. Yəni, bu yenə deyirəm ki, bayaq dediyim kimi, bir gün o fokusyorların bütün sirləri açılar bəlkə də, amma bu şeirin sirri açılmaz, biz bilmirik onu. Bilinmir də o, necə olur ki, bir insan, nə bilim, məsələn, baxırsan da, bu savadla da bağlı deyil, IQ ilə də bağlı deyil, bəs nə ilə bağlı onu bilinmir. Varlam Şalamovun, Ukrayna həm dissident yazıcısı, həm tənqidçisi, belə bir çox gözəl bir fikri var o barədə ki, şairlik peşə deyil, talidir. Çox gözəl, həm bəyəndiyim fikirlərdən biridir. Onu deyə bilərəm də, ondan yuxarı mən söz deyə bilmərəm. Bu da bir talidir. Bəxtiyar, neçə kitabın var? Neçə kitab işığınızı görüb? Burada Dərdin ətəyidir, Üçdür, bu yaxınlarda bir şeir kitabı da çıxasıdır. Belə çıxan kitabların bunlardır. Bunlardır, bu yaxınlarda ən yaxın ulduz Alatoran nəşriyyatında çıxacaq. Sağ olsun, Rasim müəllim hər şeyi öz boynuna götürür. Buradan salamlayıram. Rasim Qaracı. Sağ olsun. Ondan başqa da Çapar nəşriyyatında, yəni bu kitabı da Çapar nəşriyyat bıraxdı. Çapar nəşriyyatında Şuşa ilə bağlı araşdırma bir kitabım çıxır. Şuşa ruhumuzun paytaxtı belə. Ondan sonra da nə görək. İstəyirəm sonra Nəsir kitabını çıxartıram. Sənin yaradıcılığında bilirəm ki, müəyyən zamanda bir tarixlə bağlı kəsişmələr olub da, məsəl üçün belə ədəbiyyat oxuyanda da görürsən, öz yazdıqlarını, deyək ki, əsbaralı illərin var. Oradan artıq şair idim və hiss edirdim sən əsbarada olan. Mənim ilk bloknotum orada qaldı, bəli. Hardasa mən uşaq vaxtı da qoşmuşam. Sən qardaşımın adı anardı, anar, fanar, öydə yanar, qıraqda sönər, belə dilim təzə açılanır, belə. Amma sonra elə bir şey olmuyor, bir də 11-ci sinifdə. Deyirlər ki, uşaq vaxtı belə deyirdin sən. Bir də 11-ci sinifdə, ondan sonra institutda, onda bizim kənd mühasirədə idi, gəlib gedib, bloknot qaldı kənddə. Onsuz da üstü özümdə qalsa da yandırardı. Mən əsgərlikdən gələndən sonra bütün nəyim var idi, yandırdım. Niyə, ruh halım mı onu? Yox, ruh halım yox idi. Orada Əl-Kərimin kitabı əlimə düşdü.
Baxın ki, mənim yazdıqlarım... Baxdım, utandın. Mənim yazdıqlarım şeir deyil, o dövrə qədərkilərim. Hamısını yandırdım, amma içindən yaddaşımda qalanlar, sən demə şeir imiş, onlar bu kitablarda var. Bir güçsü. 22 yaşıma qədər yazdığım şeirlərdən hardasa 3-ü 4-ü var. Qalanları həqiqətən də peşman da deyiləm də, o üzə çıxas şey deyil. Hardasa elə bir səhnə arxasıymış da, belə deyək ki. Hətta o Bayramov dedik tip şeirləri. İndi bir şey deyim. Yəni, bax, bu 22 yaşa qədər bir dönəmin var artıq, belə deyək də, ilk məşqlərindir, ilk yazı. Bəli, elə hamı, yəqin ki, hamı da elə olur. Təbii ki, belə olar. Və sonra bir məcburi köçkünlük həyatın o da davam edir. İndi çox üstünə getməyəcəm, keçmiş olsun. Bir məhbəs həyatın da var, oradan da şeirlərin var. Yəni, bunların hansı daha çox sənə bəs üçün belə təsir elədi da, deyək ki, o gəncliyi qoydum kənara. O məcburi köçkünlük və aradakı indiki dövr bir müəllim kimi mi baxanda, ya məcburi köçkün kimi mi baxanda daha çox şeir gəlir? O, belə deyək, məcburi köçkünlükdür, zindan həyatı. Bunlar taleyin işidir. Yəni, onlar olmasa da mən şair idim. Olsa da sadəcə biraz təsir edir, biraz müşahidə qabiliyyəti, biraz... Çox olur da, çox olur, mövzuların çoxu, Hı. həyatın altını, üstünü, bütün qatlarını görürsən. O həyatın altını, üstünü görəndə də insanın alt şuur, üst şuur, bunlar işləyir. İndi bacarı onu poeziya gətirmək, o artıq istedad və ustalıq tələb edir. Amma tutaq ki, zindan həyatı, zindana düşdü deyə yaxşı şeir yazır və yaxud qaçqın oldu deyə 1 milyon adam qaçqındır, hamı şair deyil ki, və yaxud Vahidəm deyirlər ki, içir deyə yaxşı yazır deyir, onda gərək bütün ruslar şair olar. Onunla bağlı deyil, bayaq da dediyim kimi bu bilinməyən bir sirdir, şairlik. Və şairlikdən az anlayan şairlər onu bəzi illər, ay nə bilim, güya Allahın Peyğəmbərlərin, bunu get Qazaxda soruş, hamısı elə bilir ki, Allahın Peyğəmbərdən sonra nümayəndələri bu şairlər özlərini elə aparır. Amma Quranda Şüara surəsində əslində lənətlənir. Onu da bilmirlər heç. İndi o Qazaxdan soruşmaq məsələsi, o məşhur bir lətifəmiz var. Buradan Tovuzlulara, Tovuz şairlərinə salam olsun deyir. Gəlirlər AzTV Qazaxda şairlərlə görüş çəkiliş aparmaq istəyir. El şair axtarırlar. Gəlirlər, kimdən soruşurlar ki, sən el şairsən, mən deyir, yox, mən el şairi deyirəm. Məlum olur ki, hamısı Qazaxdakilərin hamısı sözünü xalq şairi deyir, el şairi axtarırsansa Tovuza get, yaxın rayonda. İndi sən özünü el şairi mi sayırsan, yoxsa xalq şairi mi sayırsan? Hüseyin Arif'dən var ya, xalqsız xalq şairləri. Mən özümü sizlərdən, Əlidən, Vəlidən biri həm belə sayıram, həm də ədəbiyyata iddiası olan bir adamam. Böyük iddiası olan bir adamam. Gizlətmirəm. Və bu iddia içində nələrsə ortaya qoymuşam. Öz tərəfimdən də, yəni, el şairi, məni el şairi kimi təqdim edəcək şeirlərim də var. Modern şair kimi təqdim edəcək şeirlərim də var. Modern yazıcı təqdim edəcək kimi hekayələrim, romanım, povestlərim də var. Yəni, mən hər üzdə olmasam da hər tərəfli yazaram. Belə. Günün birində mən o xırda şeirlərdə adını verə bilmirəm. İndi poemlər deyək də, dünyada poemlər deyirlər. Günün birində ona aid də kitab çıxarda bilərəm. Onda sən mənə el şairi deyə bilməzsən da. Çünki el dilində yazılmıyor da, onlar qafiyə yox, heca yox, balaca, bəzən 3-4 sətir. Məsələn, bir cəsini deyim də, balaca gör. Heç şeirin adı da yoxdur, amma gördüm, anlayanlar, bilməyənlər var, şeirə ad qoydum. Rus bayrağı, məsələn. Ağayı, köyü qitə, qırmızı qan. Mənim şeirim belədir, ağayı, köyü qitə, qırmızı qan. Gördüm, yox, şey yoxdur, reaksiya yoxdur. Təzdən onu yazdım, bərabərdir Rus bayrağı. Amma o orada artıqdır. Artıq demişdin, nə? Bəli, demişəm, ağayı,
Bax, günün birində o tip Bayrağın rənglərini gördüm, tamam. Bəli, Gözüm qarşısına gətir və şeir və oxu. bəli, günün birində o tip şeirlər də çıxardıram. Yəni mənə el şairi kimi təqdim eləsən canın sağ olsun. Var el şairidir. Var burada el şairidir. Amma bir gün o poemlər deyək, tankalarımı deyək, hokkilərimi deyək, bir gün o sərbəst şeirlərim var. Poemalar var. Mini poemalar. Nə bilim, bilmirəm, yəni hər tərəfli yaradıcılıqdır məndə. Ona görə də təkcə el şairi kimi, yəni yaradıcılıq ortadadır da, təkcə el şairi kimi də təqdim eləmək olmaz. Xalq şairi ümumiyyətlə gülməli bir şeydir. Sahipən qalmamış. Hə, gülməli bir şeydir, çox gülməlidir. Zaten yazan xalq üçün yazır da, yəni. Xalq oxuyacaqsa xalq şairi olacaq. Oxunmayandan sonra indi də yox, indi də heç gələk soruşaq, kim bilir? Əlibəy Hüseynzadənin şeir yazdığını xalqdan bilən var. Amma o demək deyil ki, o Əlibəy Hüseynzadənin şeiri yoxdur. Nə bilim, Çingiz xanın hətta şeir yazdığını kim bilir? Sabutay Bahadırın şeir yazdığını kim bilir? Amma yazıblar və çox mükəmməl də yazmış. Stalin özünü. Stalin modern Gürcü ədəbiyyatının 20-ci əsrində ədəbiyyat tarixinə düşmüş adamdır. İndi xalq tanımır deyə onun o yazdığı şeirlər şeir deyilmi? Amma poetik yazıb, belə. Çingiz xan sən Sabutay Bahadur məktub göndərməmiş çaparına. Şeir əzbərlədirmiş. Xəbərləri şeir kimi verirmiş. O da yolda tutulsa hardan alsınlar? Yoxdur, üstündə heç nə yoxdur. Əslində bəlkə də o döyüş poeziyasının ilkinlikləri oradan gəlir. Ona görə də yenə deyirəm də, bu sirlər açılmır. Məsələn, kimə desən ki, Sabutay kimi bir sərkərdə həm də şair olur. Adətən şairi Sovet hökuməti biraz nə bilim içən, dərdəcər, pinti, belə bir təqdimat vermişdilər. Amma ağzında Sabutay deyirsən, Çingiz deyirsən, bunlar da Şah İsmaili deyirsən, Stalin deyirsən, bunlar da şair olur. Onlar bəlkə biraz saray ədəbiyyatından xalqın ədəbiyyatı, elin ədəbiyyatı fərqlənir. İndi məsələn, Şah İsmail Xətai yazıb, Yavuz Sultan Səlim yazıb. O da yazıb, Təmasib də yazıb, Şah Abbasda da var. Saraylarda da olub da bu şey belə. Onlar bəlkə də istəyib. Bəlkə də fərqli dillər dedin, mənim dilim məsəl üçün o dedin, Miskin Abdaldır, Abbasdır. Elə Şah İsmail də oldu da. Hə, Şah İsmail. Amma Şah İsmailin taş poeması daki dillə, qoşmalarındakı dil ayrı-ayrı şeylərdir. Ona görə də məni Yavuzun məsəl üçün şeirləri var, amma anlamaq olmurdu. Osmanlıca deyilən, o ərəb, fars, türk qarışıq bir dildir. Məncə Yavuzda elə farscadır, 2 dənə şeiri var, o şeirlər farscadır. Özü də o çox ağır bir dildir, belə siz də düz deyirsən, Osmanlıca, farsça bilmirsən nədir, nə deyil. Məktubu da elədir, bilinmir nədir, nə deyil. Amma Şah İsmailin ona yazdığı məktub türkçədir. Bəxtər, kimi oxuyursan müasir şairlərimizdə? Müasir şairlərimizdən mən deyim də sana, Səməd Qaraçöp, müasir şairlərimizdən Allah verdi Təhlalı, Əli Səmid Kür, Məmməd İlqar, İbrahim İlyasdır, Ayaz Arabaçı. Salamlar olsun hamısına və mən də çox sevirəm Ayaz Arabaçı. Və təsəvvür eləyin Elnur Aslanbəyli, Elşən Əzim. Təsəvvür eləyin indi çıxışa baxanlar elə bilər məni yeri pərəstlikdə qınayarlar ki, hamısı öz tərəfləridir. Amma neyinin belə alınır? Portugaldan başladın gəlirsən deyə. Məsələn, bunları biz dedim də belədir.
Ama bir şey de var ki genişlənməlidir bu. Görürsən ad çəkməyə bəzən adam, baxırsan 2000 üzvü var yazılar bilin. Kimlər oxuyursan deyəndə ad çəkməyə biraz düşünürsən. Və bu günlərdə Anar bəyanat verir ki, meyxanaçılar da gələ bilər. Nevzat Seyidcan'dan sonra yəqin meyxanası. Ha da o nasosunu, Rüfət nasosunu deyir, olmaq istəyirəm. Standartlarımızda baxırsan, adı bu da yazır da, deyir indi. Onlar da deyir ki, gəlsinlər. Əslində bir qeyti kimi baxmaq lazımdır. Əslində yazıçılar birliyi deyəndə daha o qeyri-adi bir şey də qalmayıb ki, orada belə deyək ki, sən də. Bilirsiniz nə var? Bugün məsələn o dəfə İki şeirim var, ərzə ver keç oldu. Vaqif Nəsif də həm yazıcı kimi, həm şair kimi, indi yazıcı kimi çox böyükdür. Onun yazıçılığı şeirlərini biraz kölgədə qoyur, amma şair kimi də çox böyükdür. Vaqif Nəsifin bu günlərdə bir şəklini paylaşmışdılar, pis vəziyyətdə, əlində çəlik, yardım istəyən bir vəziyyətdə. Amma o boyda yazıcının, özü də yazı səbinin qulağının dibindədir. Problemlərini bir kəlmə dilə gətirməyib, Rüfət nasosunun, nə bilim, Baləyəlinin yaz səbinlə üzv olmağıyla bağlı məsələyə münasibət bildirmək. Bunlar absurd bir şeylərdir. Niyə belə olsun ki? Yəni, sən dəyəri bilmirsənmi, görmürsənmi ki, bu dəyər başqadır, bu dəyər başqadır. Və yer gəlmişkən meyxanı ilə bağlı bu Bakı mühitinin həqiqətən orada çox böyük istedadlar var. Hədsiz dərəcədə böyük istedadlar var və o istedadları meyxana məhv edir. Bir talih kimi də, sonda bir şair kimi də və bir şairliyi məhv edir. Yəni ki, istənilən adam şairi dəyişdirə bilir. Bu nədir? Şairi niyə bu səviyyəyə salırsan ki? Həm də dil, ləhcələr. O heç da indi dil, rus sözləri, ərəb sözləri, jargon sözləri, türmə sözləri, bunlar bir ayrı, bir də var ki, yenə deyirəm də, məsələn, rəhmətli Məşəd baba çox böyük istedadı idi. Aydın çox böyük istedadı idi, Bubar çox böyük istedadı idi, amma mövzular kasad idi. Bir İran şiəliyi, bir də türmə mövzuları, dil bərbad gündə, amma Məşəd babanın qəzəllərinə baxsan çox mükəmməl. Aydında çox mükəmməl şeir var. Vüqarda var. Amma həm talih kimi, həm istedad kimi meyxana mühiti məhv elədi. Amma həm də baxırsan ki, mən nə qazandım yaxşı. Mən yaralı Bəxtiyar olaraq, Bəxtiyarda mən nə qazandım? Mən də vaxt ilə meyxana demişim. Mən nə qazandım yaxşı? Onlar yenə pulunu qazandı da. Pulunu qazandı, talihini yaşadı. Mən heç nə. 5-10 bilən adamın yanında. Bu sosial şəbəkələr olmasa bugün də heç nə. Elə belə batıb getmişdik. Ona görə də bilmirsən ki, belə danışasan, yoxsa belə danışasan. Yəni o dolanışıq dərdi toya gətirir, şouya gətirir, səhnələrə gətirir. Bəli. Sən demişkən o akademik şeydən çıxır da, o şeir, şair akademik çərçivədən çıxır, biraz alt qata inir, amma pul qazanır. Hə. Siz də məsəl üçün durubsuz, o səviyyə enmirsiniz, amma dolanışıq dərdi, onu qarşılaya bilmirsiniz. Elədir. İndi bax bir şey dedin, məsəl üçün, Yazıçılar Birliyinə münasibətin bir mənalıdır da, mən bilirəm ki, sən həmişə tənqidi yanaşırsan ona. Və sənin kimi xeyli belə orta yaşlı və gənc yazarlar var ki, tənqidi baxışları var. Bir təşkilatın üzərinə belə yüklənməkdənsə, eyni düşüncəli insanların sərbəst təşkilatlana bilməzmi, məsəl üçün? Ya bir də bir alternativ yazarlar birliyi. Hə, Azad Yazarlar Ocağı yarandı, dağıldı sonra. İlla dövlət mi lazımdır ki, o qalsın, yaşasın? Məsələn, Azad Yazarlar Ocağı 4 nəfər yaratmışdı. Həmid, Erisçi, Murad Köhnəqala, Azad Yaşar, bir də Rasim Qaraca. Bircə Rasim Qaraca qaldı orada. Getdilər Tövbə qapısına, Anarın məşhur Tövbə qapısına.
digər 3 nəfər. Burada indi Rasim neynəsin? İndi qalıbdır. Bir nəşriyyat şəklində qalıb. Heç qeyti kim deyəsən dövlət təsdiq eləmədi onları. Neynəsinlər özcə? Bütün gün ora sənət, bura sənət. Yəni bir ona görə deyirəm da, yazsa biri formatının özü ədəbiyyatın qarşısında bir əngəldir. Sovet qalıqları. Sovet qalıqları. Ümumiyyətlə, məsəl üçün, bizdə o Sovetdən qalan bir dənə ictimai təşkilat işləmir demək olar ki da. Adi bilsən, dünyada bütün işçilərin hüquqlarını qoruyan həmkarlar ittifaqları var da, məsəl üçün bunlar. Amma bizdə Sovetdən qalıb deyən o da işləmir. İstər adını Azad Həmkarlar İttifaqı, konfederasiya qoy, istər müəllimlərin qoy. Daha da məmurların yanındadır. Təşkilat məmurların yanındadır, işçilərin yanında deyil. İşçilərin yanında olmur. Və ya da bəstəkarlar birliyi, rəssamlar birliyi, yazıçılar birliyi, bunlar biraz ümumiyyətlə Sovetdən qalmış bir şeylərdir. Və artıq bilirsiniz nətərdir, yaradıcılığın bir məmuriyyət şeyinə dönüblər də. Və orada da yaradıcılıq da olmur artıq da. İndi bir şey də deyək, məsələn, bəstəkarlar dedin, şairlər, yazıçılar dedin. Yəni bunların bir çoxlaşması budur ki, şair şeirini yazır, bəstəkar da bəstələyir. Artıq buna da ehtiyac yoxdur. Çünki bazarın o məşhur xalq dilindən desək, söz bazarı, sərraf bazarı. Sərraf bazarı yoxdur. Artıq dəllal bazarıdır. O dəllal bazarının da başı toyxanalarımızdır. O toyxanalarımızda da bayağı mahnılardır və oraya o səviyyəli bəstəkar nə mahnı bəstələməz. Ay çini çaydan nəlimlərlə. Nə şair olur. Və onlar da söz tapırlar. Elə belə. Ay çini çaydan çini neynər mənə. Bunun nə məna var, nə bir şey var. Və xalq bugün baxırsınız. Adam mahnı bəstələyirlər. Onlar bir başqa şeydir. Var da indi bu toyun diktə elədiyi, şounun diktə elədiyi. Eləsinə qarşı. Amma daha o gün görürsən damla Xaçmaza gedir. Elə bil ki, heç nətər deyim, bu dəqiqə Atatürk təklif gəlsə Xaçmazda o boyda onu adam qəbul eləməz. Qəbula getməz. Onun görüşünə getməz. Kim idi bu? Hansı obyektin açılışına da damlamın nəfəsimi gəlmişdi. Burada. Onda mən bir status yazmışdım. Qazağa nəfəs gəldi. Sanki nəfəs gəlmişdi. Həqiqətən nəfəs gəlmişdi. Və o dediyim bütün gəlir orada tamamlanır da. Bu bazarın başı oradır. İndi bu sənin də xalqın qardaşı. Mahnı üçün heç şeir alıblarmı səndən? Yox, mən vermərəm də. Məsəl üçün bir yaxşı səviyyəli bəstəkar olsa və bilsəm ki, səviyyəli müğənnidir. Mənə diktə eləməyəcək ki, o sözün orasını belə dəyiş, burasını belə dəyiş. Elə vermək olar. Yoxsa elə bir rap kimi bir mahnı şeirinə. O süni intellekt eləmişdi. Süni intellekt eləmişdi. Şair, bir yekunlaşdırma ərəfəsində içimdə qalan bəzi bir suallarım var. Bax, sualım tənqidi şeirlərini oxuyuram. Çox amansızsan. Çox amansızsan. Amma belə lirikanı, sevgi şeirlərini oxuyursan, o qədər həlimsən. Bu, nədir bu? İkili şeylər var. O oxuyanda yadıma bilsən nə düşür? Buradan elə hər ikimizin sənin daha yaxın dostundur. Mən şəxsi görməsəm də, amma izləyirəm onu. Aydıncan salam olsun. Onun haqqında bir dəfə xaricdə bizim jurnalistlərdən birindən soruşdum ki, Aydın bəylə bağlı münasibətin nətərdir? Dedi ki, Aydın elə bir adamdır ki, onunla dost olmaq da çətindir, Aydınla düşmən olmaq da çətindir. Hər ikisi məsuliyyətdə, hər ikisi çətindir. Sənin o şeirlərini oxuyanda, məsələn, o tənqid deyək ki, o şeirlərində bir hırs görürsən, sanki qanını içirsən də, məsəl üçün bir beytini deyəcəm. Deyirsən ki, biz meydan uşağı, sən maydan uşağı, siz maydan uşağı, bilsən mi? Elə bir şeylə başlayırsan, elə getdin onun arxasında deməyə şeyləmir. Yıxıb sürürsən, öldürürsən, iliyinə vurursan. Amma lirikanda daha həlimdir, daha yumuşaqdır. Bax, bu ikili hissləri yaşamaq çətindir. O bəlkə də məndə o nəsrlə də bağlıdır. Məsələn, mən nəsrdə ən çox sevdiyim yazıçılardan biri Mapassandır. Bəlkə də oradan gəlir, çox amansızdır.
Bir dəfə Seymur Baycan da yazmışdım Alparslan barədə. Çox amansız. Səndə də amansızlıq hissi olmalı bax belə o. Bəlkə də həyat amansızdır. Deyim sənə ki, toplum deyirsən ki, o bayaq sözünün əvvəlində bir şey dedin ki, dəyərləndirilməmək, hiss edirsən ki, onun dərdidir. İndi bizim toplumumuzda, bizim cəmiyyətimizdə o amansızlığına görə insanları diksindirirsən. Bəzən ki, amma sevilirsən, ha, sənin şeirini deyək ki, bir auditoriyada deyirsən eləmi? Olur ki, o bəzi ifadələrinə görə onu oturan hamısı alqışlamır, belə filan. Amma görürsən ki, üzlərə baxanda hər kəs içindən təsdiqləyir ki, doğru deyir. Amma orada diksindirmə də var. Ha, bax, o amansızlığın var o şeylərdə, tənqidi şeirlərində. Olsun. Yəqin onu orada özünü görənlər çox olur da. Özünü mü görür, cəmiyyəti mi görür, ətrafını mı görür, nəysə. Bax, belə, amma lirikanda həlimdir, belə deyək ki, sevgi şeyləri. Hətta onun dərdindən mən hekayələrin bütün, mən Qazaxda yaşayıram da, bütün hekayələrin də gözəl alınmağında səbəb odur ki, həyatdan yazıram. Özümüzük da, orada yazdığımız qəhrəmanlar. Bəzən, siz bəyağı o VIP Molla dediniz, o tamam ayrı, amma başqa hekayələrdə bütün yerin də adını dəyişik yazıram. Obrazın da adını çox həmin adamdan uzaq bir ad yazıram ki. İnciyənlər olmuşdu, elə bir mənim yadımdadır. Hə, inciyənlər olmuşdu. Müxalif siyasətçilərdə. Antikarusel hekayəsinə görə idi. Qaydacam, ona da qaydacam. Belə. Amma oxunurdu, maraqlıydı. Hər kəs şey deməsə də, o obrazlar və cəryan elədiyi mühit həyatdan gəlmir. Bizdə amma daha çox özümüzü vermişdim belə. Həm də həyatdan gəlməlidir. O həyatdan gəlməlidir. Ən yaxının da elə oxuyan bilirdi ki, məndən danışırsan orada. Hə. Hətta rəhmətli Əvəz müəllim də. Özünü o da tapmışdı. Özünü tapmışdı orada. Hə. Elə düz tapmışdı. Onu da bizim Ramilə də famil demişdi. Hə. Deyir, görəsən məmurlar niyə şişirlər? Taparsan içində az arıq, əmi. Qəmi də yox olar, qəmi də yox olur, arı da itir. Bəlkə tapmaq olar, az arı, qəmi. Cığırdı bizimki, yoldu bizimki, bizi tutan kimi yoldu bizimki. Daima o əyri yoldur bizimki, biz doğru yollarda azarıq, əmi. Dartarıq hər yerdə biz ayağı. Vermərik dar gündə bizə yağı. Biz bizə düşmənik, biz bizə yağı. Biz bizə elə dərd azarıq, əmi. Bəxtiyar, mey ilə yu xumar ağlı. Bəxtiyar, mey ilə yu xumar ağlı. İçirəm, yatıram, yuxum araqlı. Bəlkə belə bir həyatdan yuxum araqlı. Biraz unuduruq azarı, qəmi. Gözümdə sızqalar selə dönəydi. Bəlkə bir dəfəlik daşa dayana. Son vaxtlar yanına az-az dəyirəm. Elə bil dönmüşəm daşa day ana. Bax, bucaq ömrün kotan gensinə, bilməm tan gensinə, kotan gensinə, elə bil şumlayır kotan gensinə. Ürəyim daş ola, daşa dayana. Ürəyim daş ola, daşa dayana. Bəlkə də yerim var, oyanmasa da. Neynim kim oyanıb, oyanmasa da. Niyə buyanmasa, oyanmasa da bəxtiyar torpağa, daşa dayana. Başqa bir tərziniz. Həyat elə gəliz labirintdir ki, ta da dolaşarsan, səksən bir yana. Və yaxud elə bir dərin yuxu ki, bəlkə də çıxarsan, səksən bir yana. Sözdür İmaməli rəhm ona görüm. Tali eləməsin rəhm ona görüm.
Çataydı etdiyi rəhm, ona görüm, mən heç 40 demirəm, 81 yana. Bəxtiyar, çöl quşu ələ gəlməyə, əldə günü gündən əla gəlməyə, zalimin meyidi ələ gəlməyə, dağla tikəsi 81 yana. Hər qədir bilməzin yolunda niyə mən qova elədim, mən qal elədim. Necə günahının üstündən keçdim, necə paxırını mən qal elədim. Niyə tərəzidə şişə çəkilər? Həkim yaxşı baxsa şişə çəkilər. Demədim öz bağırım şişə çəkilər. Dost üçün sinəmi manqal elədim. Sinəmdə o sevda az yoxdur vallah. Çox qalsın bir yana az yoxdur vallah. Bəxtiyar məndə də az yoxdur vallah. Dərk etmək istədi, mən qal elədim. Sağ olun. Biləm şair çox sağ ol, var ol. Sonda Ələsgər deyir, adam sayar, adam sayıram məni. Ələsgərin tərcünisindəndir. Mən bir dənə də sualım qalıb, onu da deyim, biraz da həm də keyfimiz asılsın, biraz bir də qəmgin notlarla getməyək. Vaqif Səmədoğlu bəxt üzüyündə o məşhur şairlərin, bu dərdli şairlərin simvolu da əslində Moşu Gözənli, biz gülürük orada. Və o şairə ömür boyu xoşbəxtliyə qafiyə axtartdırır, tapa bilmir. İndi bugün Bəxtiyar Hidayət xoşbəxtliyə qafiyə axtarsa hardan yazardı, nədən yazardı? Xoşbəxtliyə əslində öyle Vaqif müəllim orada deyib də, axtarmaq lazım deyil. O yoxdur. Siz görün də, məsələn, necə deyim, xoşbəxtliyə əgər puldadırsa, bugün görürsən, Elon Musk'ın ən varlı adamdır, yenə də Trump'la qoşulub Ukraynanın siyasət dərdindədir. Yox, Ukraynanın həm də bir 500 milyard oradan da görürsən, bunun da gözü doymur. Mars'a gedir. Bunun da gözü doymur, Trump'ın da gözü doymur. Yəni bu pulda da deyil. Xoşbəxtlik özünü xoşbəxt saymaqdadır bəlkə. İndi biraz o zəruri ehtiyaclarını ödəyəsən və özünü xoşbəxt sayarsan. Xoşbəxtlik oradadır. Amma zəruri ehtiyaclarını ödəyəsən də, indi bir evin ola, bir babat işin ola, qocananda pensiyan ola, uşaqları yerləşdirəsən və özünü xoşbəxt sayarsan. Xoşbəxtlik olur. Məncə olur. Yoxsa onun qafiyə ilə qafiyə sözünün özünə düzəməli qafiyə tapmaq. Yox, mafiyazar gəlib çıxır. Yoxsa xoşbəxtlik. Amma həqiqətən çox dəyərli tapıntıdır xoşbəxtliyə qafiyə axtarmaq. Elə axtara gərək qalasın. Sənə can sağlığı, Vaqif Səmədoğluya da rəhmət. Sağ olun, var olun. İstəkli seyircilərim, istəkli Qərb Xəbər TV-nin dinləyiciləri, tamaşaçıları, seyirciləri. Bugün uzun aradan sonra sözümün əvvəlində dediyim kimi yenidən sizinlə bir araya gəldik. Və bugün mənim qonağım bizim sevimli şairimiz, oxunaqlı şairimiz, dəyərli şairimiz Bəxtiyar Hidayət və yaxud da Yaralı Bəxtiyar idi. Bir arıq bədəndə iki böyük imzanı daşıyan və ədəbiyyata da iddialı olan bizim Bəxtiyarımız. Qazağın Bəxtiyarı, Azərbaycanın Bəxtiyarı, arzu eləyək ki, Bəxtiyar Hidayət dünyanın da Bəxtiyarı olsun və xoşbəxtliyin də Məsud Bəxtiyar qafiyəsini tapa bilsin. Xoşça qalın, təşəkkür edirəm, sağ olun. Sağ olun.